Hesablamalara görə insanın 60 min ruh eşi deyilir, ruh əkizi var. Sevgi və ailə qurmaq limbik sistemdə başlayırsa, Xəyanət seçim deyil, xəyanət hormonal bir prosesdir. kişilərdən tələb olunan da qadınlar tərəfindən təbii ki, həmin o poliqamlığın bastırılmasıdır eyni zamanda. Yəni təbiətdə seçən dişidir. Bir qadın 100 kişi versək, 1 il sonra bir uşaq olacaq. Düzdür? Amma bir kişiyə 100 qadın versək, 1 il sonra 100 uşaq ola bilər. Bəli. İndi bolluq üçün də heç nəyimiz yoxdur. Əvvəl azlıq üçün də hər şeyimiz var. Hər şeyimiz var idi. İnsan özünə sərhəd qoya bildikcə azadlaşır. Kişinin bayaq qeyd etdik poliqamlıq. O poliqamlığının bastırılması və romantizminin ön plana çıxması burada mühüm rol oynayır. Bunun sayəsində ancaq boşanmaların qarşısını ala bilərik. Halbuki sən mən yox, ailədə elə biz olmalıdır. Məntiq evliliyində məntiqsiz bir şey yoxdur. Dağılır dağılsın da yəni. Niyə uzadırsan? İnsanlara təklik satmağa Bəli. çalışırlar. Hər vaxtınız xeyir olsun. Bugünkü qonağımız klinik biokimiya üzrə həkim mütəxəssis, neyroelm sahəsində tədqiqatçı, eyni zamanda yazar Fərid Rəfbəylidir. Xoş gəlmisiniz Fərid bəy. Xoş gördük, təşəkkür edirəm. Necəsiz? dəvət üçün. Təşəkkür edirəm, çox sağ olun. Yaxşı gördüm, yaxşı olasınız. Sağ olun. Fərid bəy, bugünkü mövzumuz ailə institutu və qadın-kişi münasibətləridir. Amma mövzumuza keçmədən öncə istərdim ki, sahənizlə bağlı qısa bir sual verim. Zəhmət olmasa cavablayardınız. Neyroelm qlobal səviyyədə çox ciddi qəbul olunan bir sahədir. ABŞ-də, Çində, Avropada bu sahəyə milyardlarla dollar vəsait ayrılır və artıq neyroelm marketinqdədir, hüquqdadır, siyasətdədir, süni intellektdədir və s. Bəs Azərbaycanda vəziyyət ümumiyyətlə nə yerdədir? Azərbaycanda neyroelm hələ tam inkişaf eləmədiyinə görə, əslində bu bir elmdir. Təbii ki, tənqidi yanaşmaq düzgün olmazdı. Hətta nə olsa belə onu təqdir edərik. Kiçik bir qığılcım olsa belə istəyərik ki, o böyüyüb alova çevrilsin. Amma digər ölkələrlə müqayisədə, hətta qonşu ölkələrlə müqayisədə Azərbaycanda neyroelm yeni başlanğıcda olan bir elmdir. Hələ ki tam inkişaf etməyib. Amma mənim kimi başqa həkimlər də var ki, bu sahədə çalışırlar, bunu üzə çıxarmağa çalışırlar. İnşallah yəqin ki, nəsə eləyəcəyik. Fərid bəy, ailə institutu hal-hazırda Azərbaycanda çox populyar bir mövzudur. Çünki boşanmalar günü-gündən artır, ailə-daxili konfliktlər günü-gündən artır və bunların fonunda artıq hər kəsə maraqlı olan, hər kəsin danışdığı bir mövzuya çevrilib, sahəyə çevrilib bu və bunu fürsət bilən dırnaqarası ekspertlər var, hansı ki, onların təqdim etdiyi alternativlər, şərhlər vəziyyəti mən deyərdim ki, getdikcə pisləşdirir, nəinki yaxşılaşdırmaq. Amma az saylı da olsa bəzi ekspertlər var ki, hansı ki, elmə, fəlsəfəyə, təkamül perspektivinə istinad edir. Siz də o mütəxəssislərdən birisiniz. Ona görə gəlin müzakirəmizə deməli bu sual fonunda, sualı belə qoyub o formada başlayaq ki, ailə institutu ümumiyyətlə dağılırmı, yoxsa bu bir transformasiyadırmı? Nəyə doğru biz gedirik neyroelmin aspektindən baxanda? Əsas fundamental səbəblər nə ola bilər? Təkamüldən baxsaq, biz təxmini 40 min il əvvələ qədər Neandertal dediyimiz bir növlə eyni dünyada yaşamışıq. Bugünkü tədqiqatlardan görürük ki, Neandertalların beyni bizim, yəni Homo sapiens dediyimiz növün beynindən daha böyük olub. Amma həyatda qalmamız çox güman ki, sosiallığımızın daha çox inkişaf etməsi sayəsində olub. Ov edərkən daha yaxşı əlaqələr qura əməkdaşlıq eləmişik, təşkilatlanmışıq. Bəli. Buna görə də Neandertalların bizdən zəifliyi sosiallıqlarının az olması idi. Ona görə də öz nəsillərini bugünkü günə qədər davam etdirə bilmədilər. Amma biz davam etdirə bildik. Deməli, sosiallıq bizim həyatımızda çox önəmli bir rol oynayır. Biz insan olaraq ümumiyyətlə bir şeyi normallaşdırırıq. Hər şey bir rəqəm daxilinə, norma daxilinə salmağa meyilliyik. Normanı da biz yaradırıq, insan təfəkkürüdür. Yəni, baxırıq dünyadakı bütün insanların ortalamasına. Əgər insanlar daha çox bu hərəkət edirlərsə, məsələn, deyək ki, gələcəkdə hamı boşanacaqsa, növbəti nəsillər üçün artıq bu normal hal olacaq. Amma əsas məsələ bunun normallaşmağına icazə verməliyik, yoxsa yox. Məsələ budur. Əgər bir insan düşünürsə ki, ailə institutu onsuz da önəmsiz bir şeydir, o adama məsələn bizim indi bu danışdığımızı dinləməyin də bir belə deyək də o qədər önəmi yoxdur. Amma həqiqətən ailə institutu qalmalıdırsa, biz bunu qorumalıyıqsa, bu kontekstdə nə edə bilərik? Məsələ budur.
Bizim məqsədimiz insanlarda fərqindəlik yaratmaqdır. Elə yaxşı olar ki, bu cür siz dediyiniz kimi ailənin üstün dağılması və sair tərəfdarı olan insanlarda da bir fərqindəlik yarada bilək. Hətta bu bizim daha çox uğurumuz olar, nəinki digər tərəfdən. Nəinki bəli. O asandır çünki. O asandır asandır. bəli. Ona görə də məsələyə daha dərindən baxsaq, yaxşı və ya pis bu da bizim anlayışımız, insanların anlayışıdır. Əgər bir insan yenə deyim, dünyadakı bütün insanlar bir şey təkrarlayırsa, bir davranış göstərirlərsə, bu artıq normal, yaxşı, pis və yaxud da bu cür bölünəcəklər. Amma əsas burada yenə də bir dənə sual ortaya çıxır ki, uzun müddətli baxanda bu yaxşıdırmı yoxsa pisdirmi? Bunun boşanmaların səbəbi müasir dünyanın gətirdiyi problemdir. Daha çox da həzlərin gətirdiyi problem. Hal-hazırda dünyada özünü sev, nə bilim, sən təksən, sən belə eləyərsən, sən nə bilim, çox böyüksən, istədiyin şeyləri eləyə bilərsən. İnsanlara təklik satmağa çalışırlar. Hamıya yox deyə bilərsən, hamıya sərhəd qoymalısan, özünü düşünməlisən. Müəyyən mənada bunlar olmalıdır, amma unutmamalıyıq ki, insan sosial canlıdır. İnsan başqaları ilə tamamlanır və başqalarına ehtiyacımız var. Əgər söhbət ailədən gedirsə, uşaq böyütməkdən gedirsə, həmin uşağın hər iki valideynin qayğısına ehtiyac var və bu təkamülün gətirdiyi bir nəticədir. Təkamül həmişə yaxşıya doğru inkişaf etdiyini nəzərə alsaq, əgər təkamüldə hər iki valideyni bir-birinə bağlayan bir his, ailə formalaşıbsa, deməli doğrusu bu olub. Burada konkret beyin aspektindən, ki, orada məsələn deyək, dopamin, oksitosin, yəni bu mərhələlər aspektindən biz baxsaq, ortalama bütün mütəxəssislər deyir, siz də bilirsiniz, mən də bilirəm ki, bu 3 il, 4 il sonra adiləşən bir prosesdir. O kontekstdə bəs sizcə bunun qarşısını almaq mı deyim və yaxud da buna rəğmənmi deyim, təkamül ötəsi mi deyim, təkamülə paralel mi deyim, konstruktiv hansı addımlar atmaq olar, hansı qənaətlərə gəlmək olar. Çünki çox vaxt o serotonin dediyimiz, yəni sabit əhval ki var, sabit o artıq, çünki dopamin müəyyən bir, deyək ki, aşiq oldun, vuruldun, bir motivasiya yarandı. Oksitosin orada bir artıq emosional bir bağ yaranır, instinktiv bir bağ yaranır və sonra artıq keçməlidir bu serotonin və ya digər, belə deyək, hormonlar işə düşməlidir ki, uzun müddətli, dayanıqlı bir xoşbəxtlik olsun. Bu mərhələyə çox adam keçə bilmir. Yəni insanların əksəriyyəti o mərhələyə keçəcək, bunun fərqində olacaq qədər, bunu və yaxud bunu önəmli hesab edəcək qədər özünü inkişaf etdirmək, özünə əziyyət vermək istəmir. Bunun üçün biz nə edə bilərik ki, yəni ora keçək biz. Təşəkkür edirəm sual üçün. Sual çox əhatəli oldu. Ona görə də qapıları bağlayaq. Mən yəqin ki, bir saat danışacağam. Birinci başlayaq canlılığın əsas məqsədindən. Canlı yaşamaq onsuz da avtomatik olan bir şeydir. Avtomatik nəfəs alırıq və s. Avtomatik yaşayırıq. Amma bir məqsədimiz var, çoxalmaq. Genlərimizi sonrakı nəslə ötürmək. Əgər çoxalmaq canlılığın bu qədər önəmli bir şərtidirsə, deməli, bütün beyin, bütün hətta bədən mexanizmi onun üzərində qurulub, çoxalmaq üzərində qurulub. Nəzərə alsaq ki, təhlükəli bir dünyada iki insan bir araya gəlməzdilər. Deməli, həmin o iki insanı bir araya gətirən hansısa bir hiss olmalıdır. Biz də buna sevgi deyirik, sevgi hissi. Yoxsa təhlükəli, yenə deyirəm, təhlükəli bir dünyada iki insan bir araya gəlib dünyaya uşaq gətirmək istəməzdilər. Hələ indi ünsiyyət var, bir-birimizi tanıya bilirik. Bax, bu məqamda əgər bizim beynimiz 100 min illər, 10 min illər, 1 milyon, 2 milyon il öncəyə görə dizayn olunubsa, yəni o mühitə, o şərtlərə uyğun, çölə, mağaraya, meşəyə, müasir dövrdə, şəhər mühitində ailə institutunun özü və ya bu və ya digər insan münasibətləri neyrobioloji bir böhran yaradırmı sizcə? Dünyanın dəyişməsi yaradır. Yəni, yoxluqlar dünyasından, bolluqlar dünyasına keçid təbii ki, yaranacaq. Çünki biz milyonlarla il beynimiz başqa bir dünya üçün formalaşıb, amma son bir neçə min ildə, məsələn, son 40 min ildə bu müasir dediyimiz insan, yəni bizim Homo sapiens düz 300 min il əvvəl yaranıb, son 40 min ildə bu cür təfəkkürdə insan inkişaf etməyə başladı, yəni bizim kimi. Bunu da hardan bilirik? Təxmini mağaralarda tapılan divar rəsmlərinə görə bilirik ki, o vaxta qədər də insanlar mücərrəd mənada çox
az şəkildə düşünə bilirdilər. Çalırdılar, oynayırdılar, nəsə. Bəli, mistik dünyaları var idi. Amma mağarada artıq rəsmləri görəndə başa düşdük ki, bu mücərrəd düşüncədə kvant sıçrayışıdır artıq. İnsanlar artıq gördüklərini divara rəsm edə bilirlər ki, bunu başqa heç bir canlı edə bilmir. Biz müasir dünyaya, biz yoxluqlar dünyasından müasir dünyaya keçdiyimizə görə beyin hələ də bu dünyanı real olduğu kimi qəbul edə bilmir. Beyin hələ də keçmiş təhlükəli dünyada yaşayır və ona görə də bu beyni düşünə bilməyən, analiz edə bilməyən, özünün fərqində olmayan beyni istənilən kimi idarə etmək mümkün olar ki, indi də edirlər, görürük. Bunu da adətən necə edirlər? Elə boşanmaların əsas səbəblərindən biri odur. Həzz almaq, həzz uğrunda. İnsan həzz ala bilən bir canlı, həzz almaq uğrunda yaşayan canlıdır. Çünki həzz almaq həyatımızı rahatlaşdırır. Nə ediriksə, həzz üçün edirik. Hedonizm. Bəli, həzzin olmamasına onsuz da depressiya deyirik. İnsan əgər bir şey etmək istəmirsə, edəcək bir şeydən deməli həzz almır və bu da depressiyaya gətirib çıxarır. Əgər bir şey canlıdırsa, deməli o çoxala bilir. Təbiətdə bir şey görürsünüz ki, canlıdır, amma çoxala bilməsin. Elə bir canlı yoxdur. Tamam, deyək ki, bəlkə də əvvəllər olub. Deyiblər kimdir, çoxalan, oturaq, dincələk, bir də onunla məşğul olmayaq. Təbii ki, onlar çoxala bilməyiblər deyə bu günə qədər də inkişaf edə bilməyiblər. Amma bu cür düşüncədə olmayanlar çoxalıb nəsillərini davam etdiriblərsə, deməli çox önəmli bir funksiya daşıyırıq. O da nə? Genlərimizi başqa nəslə ötürmək. Bəs nəyə görə çoxalmaq canlılığın önəmli şərtidir? Bu da əsas məsələdir. Canlılıq ona görə çoxalmaq ilk şərt olaraq qəbul edib ki, dəyişən dünya şəraitinə, təbiət şəraitinə ancaq yeni nəsillər uyğunlaşa bilər. Məsələn, deyək ki, bugün okeanlarda turşuluq artsa, azalsa, hava temperaturu artsa, azalsa, biz buna çox çətinliklə öyrəşərik biz olaraq. Problem yaşayarıq. Amma bizim inkişaf etdirdiyimiz nəsil nə olacaq? Onlara uyğunlaşacaq, düzdür. Təbiət çox şükür ki, çox yavaş-yavaş dəyişir və biz də çox yavaş-yavaş inkişaf edirik. Genlərimizi dəyişirik. Ona görə də həyatda qalmaq üçün bizim genlərimiz sizdə oldu, məndə oldu, onda oldu, bunda oldu, fərqi yoxdur. Genlər çoxalmalıdır, davam etməlidir, canlılıq davam etməlidir. Mən sizin mövqeyinizdən belə başa düşdüm ki, əgər beynimiz 100 min illər, milyon il əvvələ görə dizayn olunubsa və bu gün bir neyrobiyoloji böhran yaşayırıqsa, əslində bunu yaşamamalıyıq, bu mərhələyə adaptasiya olmalıyıq, uyğunlaşmalıyıq. Bəli, adaptasiya olmalıyıq, amma bunu da nəzərə alaq ki, milyonlarla il sabit bir fikirlə, sabit bir fikir yox, sabit bir həyat tərzi ilə gəlmişik milyonlarla il. Amma son bir neçə 100 ildə, 1000 ildə çox sürətli şəkildə dəyişmişiksə, son 12 min il deyək tutaq. Bəli, beyin buna öyrəşə bilməz axı. Beyin bu qədər sürətli dəyişikliyə adaptasiya olub, düz adaptasiya oluna bilən bir canlıyıq. Amma bu qədər sürətli şəkildə yox. Sivilizasiya olaraq sanki çaşbaş qalmışıq. Belə deyə bilərik. Yoxluqlar dünyasından bolluqlar dünyasına düşən insan, diskomfortdan komforta gələn insan, bəli, keçmişdən gətirdiyi o xüsusiyyətləri bu gün nə edəcəyini bilmir. Bəli. Məsələn, ayaq barmaqlarımız kimsə düşünürmü ki, ayaqqabının içində niyə var? Əvvəllər tutaq ki, ağaca dırmaşmaq üçün biz onu tuturduq. Keçirdirdik ağaca ki, çıxaq. İndi nə üçün var? Məsələn, ayaq barmağı, ayağın içi. Misal üçün, təbii ki, bu primitiv bir nümunədir, amma yəni bəzi funksiyalar artıq bəzi şeylər öz funksionallığını itirib. Söhbət ayaq barmağından getmir də, ümumən deyirəm. İnsan bədənində ümumi olaraq 200-ə yaxın rudiment qalıq var. 200-ə yaxın. Yəni hal-hazırda istifadə etmədiyimiz bədən üzvlərimiz var ki, bu da 200-ə yaxındır. Təkamüldən gətirir. Məsələn, lap dərinə qayıtsaq, ilk sudan quruya çıxan balıqların, biz bilirik ki, canlılıq ilk dəfə suda yaranıb quruya çıxıb. Bunu necə bilə bilirik? Antropoloji qazıntılarla, gen polimorfizmi ilə, tədqiqatlarla və s. bu cür deyə bilirik. İlk dəfə sudan quruya çıxan balığın süzgəcini 5 sümük olub, ona görə də bugün əlimizdə 5 barmaq var. Bütün məməlilərdə belədir. Məsələn, atlara baxsaz, onların ayaqlarında 3 barmaq ayaq hissədə, iki barmaqda rudiment qalıq kimi yenə yuxarı qalxıb orada qalıb. Bilmirəm, indi bunu kənddə falan yaşayanlar ya at falan düzdür, biz o qədər təbiətdən təcrid olmuşuq ki, megapol şəhərlərdə o qədər təcrid olmuşuq. Heyvanları da belə doğru düzgün görə bilmirlər. Nəzərə alsaq ki, kişilər daha poliqamdır, qadınlar daha monoqamdır. Yəni daha sadəlidir deyək, kişilər daha çox qadınlığa meyllidir. Nəinki qadınlar deyək ki, bəli, çox evliliyə, yəni qadını bir kişi qane etdiyi halda kişini bir qadın qane etmir. Burada biz deyə bilərikmi bir etik
dırnaq arasına alıram. Mühakimə etsək, boşanmalarda bu mənada kişilər daha çox günahkardır. Nisbətən təbii ki, yəni burada istisnalar ola bilər, elə ailə var ki, orada qadın günahkardır və s. amma daha çox sizcə dəmi kişi günahkardır? Ümumiyyətlə mən təbiətcə öz təbiətimi nəzərdə tuturam. İnsanları günahlandırmıram. Çünki mənə görə insanların etdikləri davranışların, seçimlərin böyük əksəriyyəti özlərindən asılı deyil. Məncə insanın bir ümid olsun deyə deyim, çox cüzi iradəsi var. Bu da ümid kimi deyirəm, amma mənə görə yoxdur. Azad iradə, azad seçim qabiliyyətimiz yoxdur. Ola bilər ki, düşünürük, bunu özümüz seçirik. Mən də çox istəyərdim olsun. Hətta bu mənim də həyatımı bəlkə də çox rahatlaşdırardı, mənim fikirlərim, amma o cür düşünmürəm. Çox axtarmışam, yenə deyirəm. Çox istəyərdim olsun. Amma təəssüf ki, o cür düşünmürəm. Sxolastik fəlsəfəçilərin də, hətta modernizm dövrü, yəni 16-cı əsrdən sonra qərb filosoflarının da bir çoxu bu cür düşünür ki, azad iradə əslində yoxdur. Biz bir belə deyək də qurğudan ibarətik. Bunu Liber təcrübəsinə baxanlar, bilənlər, əgər kimsə öyrənmək istəyirsə, Liber təcrübəsi var, onu mütləq baxsınlar. Amma mövzu boşanmaq, ailə münasibətidirsə, ailə olmaq, bir qalmaqdırsa, məncə ondan danışaq, çünki əsas mövzudur, maraqlı mövzudur. Dedik ki, insanları bir araya gətirən hormonlar var, düzdür. Bu hormonlarda bir sərhəd qoymalıdır, bir yerdə bitməlidir. Nəyə görə? Çünki məsələn, indi aciz gözümüzün qabağına baxanda deyirik, sevənin ağlı havada olur. Və məsələn, Fərhadın şirinə baxsaq, Fərhad dağları dəyişirdi. Yəni, normal insan, hormonlar tərəfindən zehni ələ keçirilməyən insan o hərəkəti eləməz. Yəni, sənin üçün ölərəm, sən mənim üçün çox dəyərlisən falan, amma bir neçə il sonra nə olur? O hisslərin heç biri qalmır. Bəs o hissin yaranması, o hissin bitməsi insanın özündən asılıdır. Yox, özündən asılı deyil. Məsələn, deyək ki, kimsə görür, ilk görüşdə sevgi deyirik buna, düzdür. Bəs yaxşı, ona qarşı niyə oldu? Niyə başqasına qarşı olmadı? Halbuki hesablamalara görə insan 60.000 ruh eşi deyilir, ruh əkizi var dünyada. Bəs niyə ancaq ona qarşı oldu, başqalarına qarşı olmadı? Deməli, onda bəzi genetik, hormonal proseslər baş verib. Ki, o anda təsadüfi o məqamda. Qarşı tərəfdə də olub, həmin o hormonal, dəyişikliklər və s. Və bunlar bir-birlərini cəlb ediblər və cəzb ediblər. Çünki dünyada bir qanun var, fizikada da cəzb etmə qanunu, düzdür. Hər şey bir-birini cəzb edir, cəlb edir. Və bunun sayəsində də xoşuma gəldi, bəyəndim deyirik. Biz buna bir emosional ad qoyuruq. Amma seçimimiz nə qədər özümüzdən asılıdır. Burada nə qədər özümüz qərar veririk. Bədən zehindən ayrı tutulmamalıdır. Məsələn, deyək ki, gedirsiniz, məsələn, keçiddən keçirsiniz, bir tərəfdə eskalator var, bir tərəfdə də normal pilləkənlər. Hansından qalxacaqsınız? Əksər insan eskalatorla qalxacaq. Bəs siz? Mən dəyişə bilər. Məsələn, daha çox çalışaram pilləkənlə ki, bir idman olsun, bir kalori itirim. Bəs bunu nəyə görə qərar verəcəksiniz həmin anda? Bədəndən gələn siqnallara əsasən, düzdür. Əgər yorğunsunuzsa eskalatoru seçəcəksiniz. 80 yaşım olsa eskalatordan çıxacam. Bəli, tutaq ki, enerji ehtiyacınız varsa, hüceyrələrin enerji ehtiyacı varsa, siz o enerjini gücün varsa, pilləkəndən çıxacaq. Şuurlu şəkildə onu qorumaq istəyəcəksiniz, düzdür, zehni olaraq daha doğrusu. Əgər idmanla məşğul olmusunuzsa, idmandan təzə çıxmısınızsa, biraz da enerjiksinizsə, pilləkənlə qalxmağa üstünlük verəcəksiniz, düzdür. Deməli, bizim bədənimizdən gələn bəzi məlumatlar zehnimizə təsir edir. Və biz seçdiyimiz məlumatları, seçdiyimiz davranışları, hərəkətləri həmin bədənimizdən gələn geri bildirimlər sayəsində edirik. Həmçinin sevgidə də, xəyanətdə də, etdiyimiz bütün davranışlarda da. Məsələn, hamı deyir ki, xəyanət bir seçimdir. Yenə istəyərdim ki, bir seçim olsun, xəyanət seçim olsun, onu çox istəyərdim. Amma xəyanət seçim deyil, xəyanət hormonal bir prosesdir. İnsan verdiyi qərarların 95% özündən asılı olmur. Bədənində, zehnindən kənar müəyyən bir dəyişiklik baş verir və bu nə vaxtsa şuura çıxır, insan öz qərarıymış kimi hiss edir. Məsələn, deyək ki, aclıq prosesi bizim şuurumuzdan kənarda 4-5 saat əvvəldən yaranmağa başlayır, düzdür. Deyək ki, yemək yemisiniz, toxsuz hal-hazırda, yemək barədə düşünəcəksiniz. Amma bəs 3-4 saat keçəndən sonra sizin o yemək barədə düşünməyinizə səbəb nə olur? Acırsız ona görə. Bəli. Əgər bir hiss varsa, aclıq, toxluq, ona bir tələbat var. Nəsə, deməli, arxasında da bir hormon var. Burada da aclıq hormonu qrelin rol oynayır. Həmçinin də stres hormonu kortizol sizə yemək tapmaq, yemək barədə düşünmək barədə nəsə bir siqnal verir. Buna impulsivlik deyirik, bəli.
türklər dürtüsəllik deyir. Yəni sizi dürtür ki, məsələn normalda deyək ki, stolun üstünə baxanda əgər toxsuzsa, yeməklər sizin diqqətinizi cəlb eləməyəcək, düzdür? Amma ac olanda impulsiv olaraq gözünüz o yeməklərdə qalacaq, baxacaqsınız, düzdür? Bəs bunu edən nədir? Deməli siz bir davranış yerinə yetirirsinizsə, bir şey düşünürsünüzsə, bunun arxasında hormonal bir proseslər var. Həmin hormonal proseslərdə də əgər xəyanət də bir desək ki, istəkdir, düzdür? Xəyanət də bir istək olaraq formalaşır. Keçən dəfə bilmirəm hardasa danışmışdıq. İndiyə kimi birdən-birə dayanıb, düşünüb, gedib xəyanət edən insan tanıyırsınız. Durduq yerdə deyir ki, mən xəyanət eləmək istəyirəm. Xəyanət də müəyyən bir sosial, prosesin nəticəsidir. Hormonal proseslər nəticəsində baş verir. Bu səbəbləri bilmədən, necə yarandığını bilmədən onun qarşısını almaq çox çətin olar. Biz həmin vaxt əgər bilmədən, anlamadan, fərqində olmadan bunun qarşısını almaq istəyiriksə, ya nələrisə dəyişmək istəyiriksə, nədən istifadə edirik? İradə gücümüzdən. Əgər çox işləyirsinizsə, ya bir rayona məsələn deyək ki, bunu həmişə bu misalı tez-tez veririk. Hansı rayona gedirsiniz, yola təzə çıxmısınızsa, maşın sürəndə insan daha iradəli, daha diqqətcil, daha səbirli olur, düzdür? Amma gedib 300-500 kilometr gedəndən sonra insan yorulduqca, məsələn adi yuxuya ehtiyacı olduqca bədəndə bir stres başlayır. Həmin stresli insanın iradəsini azaldır. Yəni, iradə sabit deyil, onu ölçə bilmirik. Harada necə, öhdəsində necə gələ biləcəyimizi də bilmədiyimiz üçün bir şeyin qarşısını iradə gücü ilə almaq yaxşı fikir deyil. Bir şeyin qarşısını ancaq bilgi ilə ala bilərsiniz. Ən doğrusu odur. Bilməklə, insan özünü tanımaqla. İnsanı dəyişmək üçün istiqamət verə bilərsiniz. Amma ya fəlsəfə ilə, indi fəlsəfəçilər də var. Bəli, indi fəlsəfədir, bəli. İndi fəlsəfəçilər də var, amma hələ bir normal belə fəlsəfə edə biləcəklərini də görməmişik. İndividual olaraq bəli, biz heç kimə qarışmırıq. Heç kim də bizə qarışmamalıdır. Zaten bu normal olan da budur. Amma bir kütləvi bir proses kimi götürsək, yəni cəmiyyətin istiqaməti baxımından, burada ictimai proseslər var, siyasi proseslər var, deyək ki də, düzdürmü? Ailə institutu var, sosial məsələlər var. Bu mənada cəmiyyət kobud dildə deyəcəm, yəni başıboş da gəzə bilməz. Yəni burada konkret bir adamın üstünlüyü və yaxud da onları idarə etməsindən getmir söhbət. Bu hər zaman asandır, yəni diktə təfəkkürü. Amma ümumən cəmiyyət öz xoşu ilə, yəni tutaq ki, siz kiminsə fikrini ağıllı fikir kimi qəbul edib onu tətbiq eləyə bilərsiniz. Bir də gəlib sizə zorla bunu dayatma. Məsələn, silahı başınıza dirəyərlər ki, bunu eləməsən öldürəcəm. Xoşun gəlməsə də eləyərsən, yəni. Bu baxımdan filosofların burada mən düşünürəm ki, çox müsbət rolu ola bilər, konstruktiv. Amma bizim coğrafiyada o istisnaları çıxıram. Belə ciddi bir şəkildə bunu kütləyə təsir edən insanlar yoxdur və ya onlar var, onlar dinlənilmir, yəni. İnsanın inancları, insanın bu gün verdiyi qərarlar, seçimlər hamısı yaşadığı hekayələr nəticəsində beynində formalaşır. Mənlik, şəxsiyyət, mən dediyimiz hissdə harda yaranır? Beynimizdə yaranır. Başqa yəni yarandığı bir yer yoxdur. Onlar da yaradan neyronlardır. Əgər bir insanın yaşadığı hekayələr onun beynində müəyyən neyron əlaqələrinə təsir edirsə, sinapsların quruluşuna, beynin ümumi fiziki quruluşuna təsir edirsə, daha doğrusu neyronal quruluşuna təsir edirsə, o onun şəxsiyyətini də dəyişə bilir. Yəni, insan bu gün əgər bir şeyə inanırsa, o birdən-birə havadan gəlib düşmür. Deyək ki, əgər 20 yaşında, 20 illik bir təcrübəsi var, beynində qurulan bir neyron yolları var, onun sayəsində onun inancı formalaşıb, onu birdən-birə dəyişmək həmin insana zərər verər. Nələrsə inkar etmək, ya nələrəsə inandırmaq ona zərər verər. İnsanlara yenə deyirəm, ancaq istiqamət verə bilərsiniz. Bir şey vardır, yoxdur. Bu, əgər mən deyək ki, bu gün çıxıb bir şey var deyirəmsə, ya bir şey inkar edirəmsə, bu nəyə əsaslanır? Mənim yaşadığım həyat təcrübələrinə əsaslanır, sizinkinə yox. Ona görə mən başa düşməliyəm ki, mən bu qənaətə ona görə gəlmişəm ki, mən müəyyən bir ailədə doğulmuşam, müəyyən bir mühitdə yaşamısınız, bəli. Bu hadisələr başınıza gəlib. Ətrafımdakı sosiallıq fərqli olub. Yəni, inanclarımız, yaşadığımız hekayələr nəticəsində beynimizdə formalaşır və buna genetikanın da təsiri var. Bayaq dediyim kimi, ola bilər ki, insula bölgəsi ya frontal korteksimizdə bir dəyişiklik olar. İnsanın məna vermə qabiliyyəti, məsəl üçün, az olar.
və o başqa bir mənanı verər. Yəni insanın özündən asılıdır. Bir fərqli pəncərədən baxmağı da öyrənsin. Buna obyektivlik Bəli. deyirlər. Elmi fəlsəfi obyektivlik hansı Bəli. ki, Elmi ən azından düzlük yanaşmağı bacarsın, çünki elmin çox azadlaşdırıcı tərəfləri var. bu məqamda siz frontal, prefrontal korteksdən danışdınız. Əgər hormonal bir proses kimi baxsaq, bayaq mən qeyd etdim ki, məsələn, dopamin, oksitosin, ondan sonra bu serotoninə keçməlidir və s. Və əgər terminoloji dildə desəm, sevgi və ailə qurmaq limbik sistemdə başlayırsa, yəni burada söhbət emosionallıqdan gedir də, coşqudan, emosiyadan, yaranmış hisslərdən, instinktlərdən, ondan sonra onun prefrontal korteksdə qorunması, mühafizə olunması, dayanıqlı olması üçün nə tövsiyə edərdiniz? Bayaq dediyimiz kimi bir sevgi yaranırsa, bu hormonal bir prosesdir dedik. Və bu hormonların azlığı, çoxluğu təbii ki, rol oynayır. Deyək ki, bir insan, yenə bayaqki mövzuya qayıdıram, bizə cəlbedici gəlməyinə səbəb birinci bizə genetik cəhətdən uzaq olmalıdır. Deməli, Amerikada belə bir təcrübə aparıblar. Basketbol takımındakı kişilərə hamısına pambıq köynək veriblər. Hansı ki, həmin pambıq köynəyi təri özündə yaxşı saxlayır. Oyundan sonra həmin pambıq köynəyi təcrübə üçün seçdikləri qızlara qoxladıblar. Fərqli xanımlar. Bəli. Həmin o qadınlar özlərinə ən çox uzaq olan geni seçiblər. Çox maraqlıdır, bəli. Yəni biz bəzən seçimlərimiz var ki, onlara məna verə bilmirik. Niyə seçdiyimizi deyə bilmirik. Amma halbuki onların hamısı bizim şuurumuzdan kənara baş verir. Yəni insan özünə həmişə genetik olaraq uzaq olan genlərə daha çox üstünlük verirlər. Məsələn, deyək ki, bu ilk görüşdə sevgiyə də təsir eləyir. İnsan baxanıb o bayaqki misallar kimi biz qarşımızdakı insana baxırıq, amma bizim şuuraltımızın başa düşdüyü, gördüyü tamam ayrıdır. Bütün hisslərimiz birinci beynimizdə talamus dediyimiz xırda bir yer var, ora gedir. Oradan bütün beynimizə paylanır və o qərar verəcək beynimizin hansı hissəsinə gedir həmin məlumat. Biz bir yerə baxırıq, amma bizim şuuraltımız görür. Seçimi o eləyir. Sonra biz şuurlu şəkildə onu icra edirik. 89-cu ildə aparılan Libet təcrübəsi var idi. Deməli, başa elektron-sefaloqrafiya EEG cihazından yerləşdirirlər. Deməli, təcrübə üçün seçilən insanlara deyirlər ki, qabağında bir düymə olacaq, ürəyin istədiyi vaxt ora basarsan, həmin düyməyə. Sekundamerlə ölçürük, məsələn, ürək istəyən vaxt fərqi yoxdur. Biz sadəcə baxırıq, düyməyə basır və biz baxırıq ki, əslində o basmazdan saniyənin 1/10 qədər əvvəl beyində həmin hərəkətin icrası artıq planlanıb, geri dönülməz şəkildə planlanıb. Birinci bir hərəkətin icrası beyində planlanır, sonra onu insan hərəkət icra edir. Hərəkəti keçib icra edir. Hətta bəzi təcrübələrdə bu 7 saniyə idi. Bəzilərinin 10 saniyə, yəni belə çox dəyişən bir rəqəm idi. Yəni insan əgər bir hərəkət edirsə, mən bu günləri ürəyim istədi, elədim deyirsə, onun planı artıq beyində qurulub, amma şuurlu şəkildə müdaxilə eləyə bilərik, düzdür. Əgər şuurlu şəkildə müdaxilə edəcəksə, bu artıq fərqindəlikdir. Və əgər insan həyatını idarə etməyi öyrənmək istəyirsə, birinci özünün fərqində olmalıdır. Siz dediniz ki, qadınlar monoqam, kişilərsə adətən çoxluqla, bəli, adətən poliqam olurlar. Bunun səbəbi nədir? Yenə də təkamüldə gen ötürməklə, inkişaf etməklə, nəsil artırmaqla əlaqəlidir. Amma bir məsələ var ki, əgər hal-hazırda biz təkamül olaraq tək evliliyə gəlib çıxmışıqsa, yəni bu cəmiyyət olaraq bu cür qəbul olunubsa, buna uyğunlaşmaq çox güman ki, bəli, doğrusu budur. Bir qadına 100 kişi versək, düzdür, biraz belə çox qəribə olur, amma bir qadına 100 kişi versək, bir il sonra bir uşaq olacaq, düzdür. Amma bir kişiyə 100 qadın versək, bir il sonra 100 uşaq ola bilər. Bəli. Düzdür. Əslində təbii bir prosesdir də bu, yəni bioloji bir prosesdir. Bu monoqam poliqamlıqda əsas nəyə görə, əsasən nə üçün götürülür? Beynimiz enerjini qorumaq üçün proqramlanan orqandır, düzdür. Çünki yoxluqlar dünyasında yaşamışıq. Beynimiz bədən kütləmizin 2-4%-ni təşkil edir, amma aldığımız enerjinin sakit vəziyyətdə 20%-ni sərf edir. Yəni beyin olduqca sərfiyyatlı orqandır. Ona görə də enerjini qorumaq üçün proqramlanıb. Ailə investisiya nəzəriyyəsi var. Bu nəzəriyyəyə görə hansı fərd nəslin inkişafında daha çox enerji sərf edirsə, o daha seçici olmalıdır. Burada da qadındır. Qadınlar nəslin inkişafında daha çox enerji sərf edirlər. Çünki uşağın ana bətnində böyüməsi, inkişafı, nə bilim, onun sonra baxımı və s. Doğulandan sonra baxımı, bəli.
Bu çox enerji tələb edir. Sonra süd vermə və s. Bunlar çox enerji tələb edir. Amma kişidə sperma hüceyrəsinin əmələ gəlməsi üçün çox cüzi bir enerji lazımdır. Çox cüzi, bəli. Bəli, ona görə qadınlar seçici olurlar, kişilər seçici olmurlar, poligam olurlar. Yəni təbiətdə seçən dişidir, dişilərdir. Bütün heyvanların erkəkləri dişilərdən daha yaraşıqlı, daha böyük olurlar. Nəyə görə? Dişini cəlb eləmək üçün. Yəni bu dünyada hər şey dişilər üçündür, xanımlar üçündür. Dişilər, bəli. Dişlərin seçilməsi üçün bir ümumi rəqabət var. Bu rəqabət siyasidir, iqtisadidir, sosialdır, fizikidir və s. və ilə axır. Və bu gün müasir ailə institutunda əslində sanki kişilərdən tələb olunan da qadınlar tərəfindən təbii ki, həmin o poliqamlığın bastırılmasıdır eyni zamanda. Çünki siz yəqin çox eşitmisiniz, çox görmüsünüz ki, sırf kişi başqası ilə görüşüb və yaxud da ki, gəzib deyək ki, sadə dildə deyə qadın boşanma qərarı alır. Yəni o təkamülə əslində ziddir, amma nəticədə sosial bir müqavilədir bu, belə deyək də. Yəni ailə institutunun qorunması istiqamətində. Bu impulsiv bir davranışdır. İmpulsiv davranışların önündə keçməyin həmişə deyirik bir yolu var. O da şuurdur. Bilgilikdir, bilməkdir, fərqində olmaqdır. Əgər bir insan bu davranışı niyə etdiyini bilirsə, niyə xəyanət etdiyini bilirsə, artıq onun qarşısını ala da bilir. İnsan özünü tanısa, etdiyi hərəkətlərin fərqində olsa, dayanıb düşünəcək ki, mən bu hərəkəti nə üçün edirəm? Bunu başqa cür etmək şansı əldə edəcək həmin vaxt. Amma yox, əgər həyatı necə gəldi yaşasa, həyat insanı bir axınla bir istiqamətə doğru aparır, həmin axına qapılıb getsə, təbii ki, bir də gözünü açacaq ki, geridə çox boş bir ömür qoyub. Sonra da peşmançılıq olacaq. O da sonraki peşmançılıq da fayda vermədiyinə görə bir ömür boşa keçirmiş olacaq. Amma insan həyatın fərqində olsa, bunu nə üçün edirəm, niyə edirəm, bu mənə nə qazandıracaq, mən kimlərə pislik edirəm. Axı mən də, əgər insan dediyək sosial canlıdır, bir davranış edirsə ətrafındakı digər insanları da düşünməlidir. Əgər düşünə bilmirsə, belə bir söz var. Əgər təbiət bizi hər çağırdığında geçsək, harda qaldı bizim insanlığımız? Bəli, yəni siz nəzərdə tutursunuz ki, heyvani təbiətə qarşı bəs bizim meymunlardan fərqimiz sosial heyvan olmağımızı, şuurlu olmağımızı və bu şuurumuzla da bir fərq qatmalıyıq. Və homo sapiensin mənası odur. Bizim hal-hazırda homo sapiens, ağıllı insan. Ağıllı, dərakəli, bəzi ədəbiyyatda mənəvi həzz ala bilən insan da deyirlər. Həyatdan, yəni mənəvi, yəni bir adi ucu səzləri nəzərdə tutmuram. Mənəvi dəyərlərdən həzz ala bilən insan. Ailədən, cəmiyyətdən, dostluqdan, valideyn olmaqdan həzz ala bilən insan deyirəm. Əgər bunlar yoxdursa, bizim növün amma adı o cürdür. Homo sapiens, sapiens. Yəni dərakəli, deyək ki, düşünə bilən insan. Əgər bir insan düşünə bilmirsə, keçirər, həyat sürər, ölər, yaşayar, həzz alar, amma xoşbəxt ola bilməz. İnsan özünə sərhəd qoya bildikcə azadlaşır. Bunu unutmamalıdır. Bu çox önəmlidir, bəli. Müəyyən bir çərçivəyə girməlisən ki, bəli. Xüsusən də müasir dünyada, əgər bir insan özünə sərhəd qoya bilirsə, azad olur. Yoxsa azadlıq, biz yeniyetmə vaxtında düşünürük ki, hər şey edə bilməkdir. Amma sonra böyüyəndə nə görürük? Azadlıq əslində çox şeyi etməməkdir. Bəli. Etmək istəməməkdir. Başqa sözlə desək, azadlıq hər istədiyini edə bilmək yox, istəmədiyini etməmək. Yəni o belə deyək də rahat bir şəkildə seçim edə bilmək. Boşanmaların səbəbi mən neyroelm cəhətdən baxanda və xüsusən də son vaxtlar bu həzzlərlə, dopamin sistemi ilə məşğul olduğuma görə istəyirəm ki, bu cəhətdən, çünki çox geniş mövzudur. İnsan sosial canlıdır. Boşanmasına nə bilim qaynanasının, dostlarının, hər şey səbəb ola bilər. Düzdür, amma mən həzz tərəfdən danışıram. Və insanları da idarə etmək üçün saxta həzzləri ehtiyaca çevirdilər. Məsələn, kim hər il telefon almaq kimi bir ehtiyac özündə hiss eləsin. Telefon ilk dəfə çıxan dövrlər, yəqin ki, xatırlayırsınız Azərbaycanda falan. Onda həmin vaxtlar eşitmişdiniz ki, kimsə telefon alsın, desin ki, onsuz gələn il dəyişəcəm. Yoxdur. Gələn il bir başqa telefonu 4 il, 3 il işlədir, 5 il işlədir. Adicə bir pencəyi illərlə geyinirdi, amma bu bizə heç vaxt qəribə gəlmirdi, pis gəlmirdi. Amma təfəkkür dəyişir, düşüncə dəyişir, başqa cür düşünməyə başlamışıq hal-hazırda. Səbəbi nədir? Həzzlərdir. İndi həzzlər o qədər artıb ki, insan özünü yetərsiz hiss eləyir. Bəzən qərarsız.
qərarsız da hiss edə bilər, yetərsiz, nəysə. Alternativ çoxdur, seçim Bəli. çoxdur. Keçmişə baxanda görürük ki, əslində əvvəl elə hər şeyimiz var imiş. İndi yoxdur. İndi bolluq içində heç nəyimiz yoxdur. Əvvəl azlıq içində hər şeyimiz var. Hər şeyimiz var idi. Həmişə deyirik, bir də deyim, əgər bir insan təməl ehtiyaclarını ödəyə bilirsə, o xoşbəxt olmaması artıq müasir dünyanın gətirdiyi bir sistemdir, bir oyundur. İnsanlarda daimi olaraq bir ehtiyac yaradırlar. Yəni bunu alsan xoşbəxt olacaqsan. Yəni insanlar artıq məhsul satmırlar. Bilirsiniz ki, hiss satırlar. Bir insan da düşünür ki, mən xoşbəxt deyiləmsə, bunun olmaması üçündür. Bu olsa xoşbəxt olacaq. Reklamlardakı o əsas açar cümlələr var, vurğular. Onları da artıq o marketinqdə hisslər üzərindən qurulur. Bəli, insanlar da səndə bir məcburiyyət yaradırlar. Bəli. Süni. İnsan da fikirləşir ki, o hissi əldə edib xoşbəxt olacam. Amma xoşbəxtlik o deyil. Onu əldə edir, sonra nə olur? İnsan doyumsuz canlıdır axı. Başqa yenə. O keçici olur təbii düzdür. ki. İndi biz yaşadığımız həyat kiminsə arzusudur, düzdür. Amma biz başqa həyat arzuluyuruq. Başqa insanda ondan bir pillə yuxarı digər insanı. Bu gedir ən yuxarıya çıxır. Həmin insanda Marsda bu dəqiqə yer axtarır. Məsələn, deyək ki, kimsə 100 metr o tərəfdə, qonşuda doğulsaydı, eyni hekayəni yaşamadığına görə düşüncə tərzi, şəxsiyyəti, davranışı, etdiyi seçimlər də eyni olmayacaqdı. Yəni biz də insanın yaşadığı hekayələr beynimiz daimi olaraq dəyişir, çünki sabit deyil. Bizim dedik ki, şəxsiyyətimiz beynimizdə neyron əlaqələrin nəticəsində formalaşırsa, bunlar da çox sürətli şəkildə dəyişirlər. Hətta bir saat əvvəlki ilə indiki eyni deyildi. Gəldik bura, nəsə yolda nələrləsə qarşılaşdıq, gördük, tanışdıq, söhbət elədik, bəli, çay içdik və s. Beynimizdə neyron əlaqələrinə də təsir edir və beləliklə müəyyən zaman keçdikcə bizim şəxsiyyətimiz də dəyişir. Bəli, sinaptik bağlantılar nəzərdə tutursunuz orada? Kim beynində sahib olduğu şəxsiyyətə səhv deyər, heç kim deməz axı, deməz ki, mən bu şəxsiyyətdəyim, amma belə düz deyil. Ya və yaxud da inancına. Bəli. Çünki bildiklərimizin doğru olduğundan əminik. Çünki buna ehtiyacı olan emosional beyinə sahibik. Heç kim bildiyinin səhv olduğunu düşünmür. Və ya bunu düşünmək belə istəmir, qorxur düşünmür. Çünki bunun bir səbəbi var. Beyin enerjini qorumalıdır. Düşünmək üçün komfort zonasından çıxmalıdır, araşdırmalıdır, nəsə eləməlidir. Əziyyət çəkməlidir. Sakit vəziyyətdə beynimiz 20% enerjimizi sərf edir. Hələ düşünməyə başlasa bu rəqəm artır. Hələ hərəkət eləsə, komfort zonasından çıxsa. Ona görə də insan düşünmək istəmir. Bu təkamülün gətirdiyi bir funksiyadır. İnsanları qınamaq da olmaz. Niyə düşünmürsən, sən niyə düşünürsən falan. Və mənim ətrafımdakı insanlar ümumiyyətlə biz bunun seanslarını və sərəm keçirik. Heç kimi günahlandırmırıq. Yəni dünya hal-hazırda olması olduğu kimidir. Başqa cür ola bilməzdi. Bugün bu stəkan başqa yerdə ola bilməzdi hal-hazırda. Burada olmalıydı. Bunu qəbul etməliyəm. Bunu qəbul edəndən sonra onu artıq dəyişmək şansım olur. Biz dedik ki, bir uşağı böyütmək üçün aşağısı 3 il lazımdır. Çünki bir uşağın böyüyüb həyata qarışması üçün təxmini lazım olan vaxt 3 ildir. Bu 3 il ərzində də hər iki valideyni bir-birinə bağlayan hormonlar yaranır. Müəyyən hormonlardır, hansı ki, valideynləri bir arada tutur ki, həmin o doğulan uşağı təhlükəli bir dünyada böyüdüb həyata qarışdıra bilsinlər. Çünki bilirik ki, bir uşaq doğulanda çox aciz şəkildə doğulur, xüsusən də insan övladı. Başqa heyvanlara baxsaq, məməli heyvanlara, məsələn, zebra, zürafə, atın balası və s. bunlar doğulandan bir neçə saat sonra artıq həyata qaça bilirlər. Amma insan övladının, uşağın yeriməsi üçün ən azı 1 il vaxt lazımdır. Ona görə də bu qədər baxıma, qayğıya ehtiyacı olduğuna görə təbiət də insan beynində bu cür funksiya təkmilləşdirib ki, hər iki valideyn bir arada olsun ki, bu uşağı böyüdə bilsinlər. Və 3 ildən sonra nə olur? Bu hormonların təsiri azaldığına görə hansı sual üzə çıxır? Sən belə deyildin, çox dəyişdin. Bəli. Amma halbuki dəyişən o deyil, hormonlardır. Ona görə bu hormonların başqa bir funksiyası odur ki, ailə quracağı insanı ideallaşdırsın və onun nəsil artırmaq üçün ideal birinə çevirib və ona görə də mənfi xüsusiyyətlərini göz ardı edib. Bu xüsusiyyətlər bu proses 3 il davam edir. 3 ildən sonra həmin hormonlar azalmağa başlayır və başlayır qarşıdakı insan belə desək gözə batmağa. Sən belə deyildin, çox dəyişmisən, mən sən əvvəl 3 il əvvəl, 2 il əvvəl belə deyildim. Bu təxmini rəqəmlərdir, təbii ki, dəyişilə bilər. 3 il ola bilər, 5 il ola bilər, 2 il ola bilər. Amma bu hormonlar bitəndən sonra, əgər insanın, yenə deyirəm, əlində fərqindəliyi varsa, mövzuya şuur qarışmalıdır.
Əgər şuur bir istənilən hərəkətimizdə, davranışımızda məsələyə qarışırsa, onu istədiyimiz istiqamətə çevirə bilərik. Yoxsa əgər mən bayaq dediyimiz kimi daxilimdə, bədənimdə müəyyən bir hormonal dəyişiklik baş verəcək, bu mənim zehnimə çıxacaq, düzdür, və məni müəyyən istiqamətə aparacaq. Amma mən buna hansı halda qarşı qoya bilərəm? Ancaq şuurumla. Yoxsa əgər şuurumla qarşı qoya bilməsəm, heyvani instinktlərimdən hərəkət etmiş olacaq. Və bayaq dediyimiz kimi, bizi bütün heyvanlardan ayıran frontal korteks dediyimiz beyin hissəmizin önə doğru inkişaf etməsi və qırışların da biraz çox olmasıdır. Əgər frontal korteksin şuurumuz, yəni özün mühakimə qabiliyyətimiz, gələcək planlama xüsusiyyətimiz və s. bunun sayəsində ancaq boşanmaların qarşısını ala bilərik. Mən danışdıqlarım neyroelm cəhətdən aparılan təcrübələrə, araşdırmalara əsaslanaraq gəlinən nəticələrdir. Bəs siz nə düşünürsünüz? Mən bu səhv eləmirəmsə sizə şəxsi danışığımızda dedim ki, serotonin, siz də mənə başqa bir termin dediniz hormonla bağlı, hansı ki mən onu bilmirdim, sizdən öyrəndim. Siz dediniz ki, o vazopressin ailə institutunun belə deyək də dayanıqlı bir şəkildə uzun müddətli perspektivdə bir arada tutmaq üçün, ailəni qorunması üçün əsas hormondur. Mən məhz o, yəni ilk dəfə sizdən öyrəndim onu. Mən məhz o hormonun yaranması üçün, yəni o mərhələyə gəlinməsi üçün konstruktiv yanaşılmağına tərəfəm. Yəni türkçədə buna inşacılıq deyirlər nəzəri. Yəni sən siz dediniz məsələn heyvani instinktlər ona rəğmən və ya ona paralel və onun ötəsində bir şey düşünməlisən. Digər heyvanlardan fərqli olaraq sosial heyvan kimi ki, nə edim ki bu olsun. Yəni bu mərhələni mən keçim, o yerə gəlim ki, artıq bu dayanıqlı, uzun müddətli perspektivdə olsun və qalıcı bir xoşbəxtlik olsun. Sadəcə marginal, keçici həzlər olmasın. Mən bura biraz daha realist yox, deyərdim ki, romantik yanaşıram ki, 2 gün öncə sizlə şəxsi söhbətimizdə siz belə bir maraqlı sual verdiniz ki, ən sevmədiyiniz yemək hansıdır? Mən dedim ki, badımcan. Siz dediniz ki, əgər 5 gün, 10 gün ac qalsanız, meşədə olsanız, badımcan çıxsa qarşınıza yeyərsinizmi? Mən də dedim ki, təbii ki, yeyərəm. Ölməmək üçün məcbur yeyərəm. Amma mən əlavə elədim ki, mən bunu bir sevdiyim xanım istəyir deyə də yeyərəm. Yəni normal şərtlərdə ölüm təhlükəsi və ya bir məcburiyyətim yox ikən, sadəcə sevdiyim xanım, bu təbii ki, romantik bir yanaşmadır. İdealize olunmuş, romantize olunmuş bir yanaşmadır. Amma bu, mən düşünürəm ki, bu ailənin qalıcı və uzun müddətli xoşbəxtliyi üçün, ailə institutunun dağılmaması üçün burada kişinin bayaq qeyd etdik poliqamlıq, o poliqamlığının bastırılması və romantizminin ön plana çıxması burada mühüm rol oynayır. Kişilər burada daha konstruktiv olmalıdır. Amma burada hipergamiya da rol oynayır. Yəni kişilər o hipergamiyanı da nəzərə almalıdır. Bunun üçün də bir fərqindəlik var. Bu arada mən sizə ilə o hipergamiya ilə bağlı da bir sual vermək istəyirəm əslində. Yəni kişi burada daha konstruktiv olmalıdır. Ailənin qorunması üçün romantik jestlər etməlidir və bütün o belə deyək də hədəfi, amalı qadınının xoşbəxtliyi olmalıdır. Bütün o istiqaməti, atdıqları addımlar o istiqamətdə olmalıdır. Yəni onu ideallaşdırmalıdır. Onu romantizə eləməlidir. Onu hədəf olaraq görməlidir ki, onun xoşbəxt olması mən bütün atdığım addımların, bütün resurslarımın səfərbər edilməsinin məntiqi nəticəsidir. Yalnız bu var deyə mənim ailəm var və mən yaşamımın mənası var. Mənim mövqeyim əslində bundan ibarətdir. Amma burada hipergamiyanın da rolu əslində müəyyən mənada var. Təkamüldən baxsaq, kişilər ovçu toplayıcı, qadınlar da toplayıcı şəklində bölünüblər. Yəni təkamüldə iş bölgümüz bu cür olub və bu yüzillərlə, min illərlə boyu davam eləyibdir. Qadınlarda da belə bir düşüncə formalaşıb ki, yəni kişi gedib iş dalınca nəsə bir qazanmalıdır, ov əldə etməlidir, gətirməlidir. Amma müasir dünya tamamilə bu təfəkkürü dəyişib axı. Əgər enerji sərf etməsəz, onsuz da ailə öz-özünə dağılan bir şeydir. Əgər bir şey etməsəz uğrunda onu qorumaq üçün, ayaqda saxlamaq üçün, bəli, fədakarlıq etməsəz, onsuz da ailə dağılacaq. Siz deyirsiniz ki, bu qarşılıqlı olmalıdır hər iki tərəfdən. Bəli, başa düşülməlidir. Biz onsuz da bütün heyvanlardan ayıran bizim ünsiyyət bacarığımızdır. Bir-birimizi başa düşmək, anlama, empati qurma bacarığımızdır. Yəni mən qarşımdakı insanı ancaq mənfi bir xüsusiyyətinə görə ondan boşanım. O mənə bəlkə də kiməsə görə düzgün olar. Amma mənim hekayəmə görə, mənim gəldiyim təfəkkürə görə düzgün deyil. Ən azından anlamalıdır, empati qurmalıdır, ona istiqamət verməlidir, danışmalıdır. Əgər başqa bir şiddət varsa, çox travmatik, çox qeyri-adi bir hadisə varsa, tamam o zaman insan deyər ki, bu həyatı yaşamasın.
Əgər insanlar bir-birlərini güzəşt eləyə bilmirlərsə, bayaq siz dediyiniz kimi, artıq boşanmaların sayının artması təsadüf olmayacaq. Bu arada bir mənalı şəkildə razıyam. Burada məncə ən böyük problemlərdən biri də həmin o biz ola bilməməkdir. Yəni empatiya qurmaq, konstruktiv olmaq, iki tərəfli əməkdaşlıq edib çalışmaq bunun üzərində, hər kəs öz roluna, funksiyasına uyğun təbii ki, yəni kişidə, qadında. Müasir dövrdə bunu mənim hər zaman tənqidi yanaşdığım bu postmodern cəryanın tərkib hissəsi kimi götürə bilərəm bunu ki, artıq bilirsiniz necə, şəxsi inkişafla bağlı biz kitablara baxanda görürük ki, orada ego o qədər ön plana çıxarılıb ki, fərdiyyətçilik o qədər ön plana çıxarılıb ki, sanki nəyi təlqin edirlər, yəni təşviq edirlər. İki dost kimi biz bir evə girəcəyik. Yəni dost bildinizə hansı mənada, söhbət o mənəvi bağdan getmir. Yəni sənsən, mən mənəm, bizim sərhədlərimiz var, amma eyni zamanda evliyik. Yəni belə deyək də əməkdaşlıq sanki çərçivəsində, halbuki sən mən yox, ailədə elə biz olmalıdır. Yəni biz, sən mən yox, biz olmalıdır ki, bu ailənin dayanıqlı olması üçün, xoşbəxt olması üçün mən düşünürəm ki, bu çox fundamental bir faktordur. Ailə biz olmalıdır. Mən sən yox. İndi şəxsi inkişaf kitabları egonu təlqin edir. Dırnaqarası ekspertlər çıxır, sən deyə bir sözlə başlayır cümləyə. Sən yox deməlisən, sən sərhəd qoymalısan, sən bağışlamamalısan, sən ilk fürsətdə getməlisən, özünə dəyər verməlisən və s. və ilaxır. Bu da biz konsepsiyasından çıxardır ailəni. Ona görə də ilk fürsətdə nə empatiya, nə güzəşt heç nə olmur və dərhal sağ ol, sən ki səndə, mən ki məndə. Amma ailə biz olmalıdır. Bəli, hisslər qalmır. Əgər bir dost olacaqsa, məntiq evliliyi olacaqsa, mənə görə məntiq evliliyində məntiqsiz bir şey yoxdur. Çünki məntiq evliliyinə məncə ehtiyac yoxdur. Çünki biz insanıq, biz hiss etməliyik. Emosiyalar olmalıdır. Bəli. İnsan onsuz da emosional canlıdır. Keçmişimizə baxanda yadımızda nə qalıb? Ancaq yaşadığımız emosional hadisələr. Əgər bir ailə varsa, yaşayırlarsa, gələcəkdə keçmişə baxanda, həmin günə baxanda nə görəcəklər? Boşluq. Əgər bir hiss yoxdursa, çünki biz bir-birimizə məlumatları hisslə ötürürük. Əgər mən hisslə ötürməyəcəmsə, dayanıb məntiqi düşünüb cavab verəcəmsə, qarşımdakı insan mənim hisslərimi anlamayacaqsa, yəni nə məcburdur ki, evlənsinlər, ailə qursunlar. Yəni ya da doğulacaq uşaq böyüdəcəklərsə, həmin uşağı da hisslərlə böyütməlidir. Uşaq onsuz da məntiqdən başa düşməyəcək, ananın, atanın hissləri ilə böyüyəcək, düzdür. Əgər uşaq da o valideynlərinə baxıb nə öyrənəcək? Ondan sonra o cür uşaq dünyaya gətirib böyütməkdənsə evlənməsinlər. Yəni düzdür, biraz çox qəti şəkildə çıxır. Amma məncə bunun ətrafında daha geniş danışmaq olar. Amma mənə görə məntiq evliliyindən məntiqsiz bir şey yoxdur. Bəli, çox maraqlı yanaşmadır. Mən də düşünürəm ki, məntiq ümumiyyətlə istənilən işin içində əslində bu və ya digər formada az və ya çox məntiq var. Amma məntiq evliliyi bu absurd yanaşmadır və çoxları bu yanaşmadan dolayı məğlub olurlar. Yəni bir yerdə boşanırlar, ayrılırlar, problemlər yaşayırlar. Biz özümüzdə instinkt olmalıdır, emosiya olmalıdır. Düzdür, məntiq evliliyi məsələm deyirik, amma biz düşündüyümüz qədər məntiqi canlı deyirik. Bəli. Məsələn, edəcəyimiz bir seçimdə belə məntiqimizlə yox, birinci hisslərimizlə qərar veririk. Dediyim kimi, verdiyimiz qərarların 95%-i şuurumuzdan kənar, şuur altında formalaşır və biz onsuz da emosional qərar veririk. 95% verdiyimiz qərar emosionaldır. 5% məntiqimizlə, şuurumuzdan, təfəkkürümüzlə qərar veririksə, bu 5%-in içinə evliliyi də sığdırıb, hələ belə böyük bir şeyi, məsuliyyətli, mənəvi bir şeyi sığdırıb. Ki, onda bəlkə də 3 il çəkməsi üçün. Ola bilər 3 il, bəlkə də ömür boyu davam eləyər, amma mən düşünürəm ki, bu təsadüf ola bilər. Və nəzərə alaq ki, bir uşaq böyüyəcək orada. Beyni boş bir səhifə insan doğulacaq, uşaq doğulacaq və ora məntiqi və s. yığmaq mümkün deyil axı. Ora biz birinci emosiyaları, hissləri yığmalıyıq. Uşaq çünki inkişaf etdirən hisslərdir. Adicə atanın, ananın bir-birinə danışıq tərzi, baxışı, adicə bir söz deməsi, bir-birindən nə isə istəməsi falan. Bunların hamısı uşaqda bir fikir formalaşdırır. Sabah atasına deyəcək ki, siz mənim əlimdən tutub parka aparmamışdınız, başımı tumarlamamışdınız və s. və ilaxır. Yəni. Bəli, uşaq bizdən sözü yox, hissləri qəbul edir. Məsələn, ola bilər ki, o məntiq evliliyi quran insan kişi oğluna desin ki, sevmək yaxşı bir şeydir, nə bilim, mənəvi hissləri başa salmağa çalışsın. Amma uşaq görəcək ki, onunla, atası ilə anasının arasında bir mənəvi bağ yoxdur. Ona görə uşaq
o uşağa sevgini, mənəvi hissləri öyrətmək demək olar ki, atası tərəfindən mümkün olmayacaq. Çünki uşaq sözlərimizə yox, bizim onlara ötürdüyümüz emosiyaları düşünür, onları analiz edir, baxır, görür. Belə başa düşdüm ki, siz ailə institutunun təbii ki, qorunmasına tərəfsiz və burada emosiyaların rolunu ön plana çıxarırsınız ki, hər iki tərəf bu məsələyə mənəvi dəyər verməlidir, emosional yanaşmalıdır və qarşılıqlı bir şəkildə bunun dayanıqlı olması üçün çalışmalıdır ki, mən də eyni mövqedəyəm ailə institutu ilə bağlı. Amma təbii ki, bir kəsim də var ki, artıq onlar fərqli yanaşırlar. Deyirlər ki, ailə institutu dağılır, dağılsın da yəni. Niyə uzadırsan, niyə danışırsan məsələn. Yəni belə insanlar o da bilər çox kəskin bir hadisə görərlər, fikirləşərlər ki, bu düzələn, yəni tərzdə bir davranış üsulu modeli deyil. Ola bilər ki, çox kəskin qərar verərlər. Amma yenə də hamı öz yaşadığı hekayələrə uyğun düşünür, qərar verir. Və xüsusi olaraq yenə vurğulayım ki, bir ailəni qorumaq çox çətindir. Əgər bir fədakarlıq olmasa, onsuz da ailə öz-özünə parçalanıb gedəcək. Mütləq fədakarlıq olmalıdır. Hər iki tərəf də bir enerji sərf eləməlidir. Yox, mən ürəyim belə istədim, belə oldu falan. Bunu heyvanlar bu cür yaşayırlar. Ürəkləri istəyəni edirlər. Amma bizi heyvanlardan fərqli eləyən ürəyimizin hər istədiyini etməməkdir Və kompromisə getməkdir. Yəni danışığa, bəli, danışığa, kompromisə getməkdir, qarşı tərəfə konstruktiv olmaqdır. Və bunları da öhdəsindən gələ bilmək üçün əlimizdə yenə deyirəm çox yaxşı bir silah var, o da şuurdur. Şuur da biz dayanıb düşünəndə aktivləşən bir sistemdir. İnsan heç olmasa saatlarla, həftədə, yəni aylarla düşünməyini nəzərdə tutmuram. Gün ərzində 5 dəqiqə dayanıb düşünə bilsə, başqalarından axtardığı cavabları tapa biləcək. Bəli. Əslində müasir dövrdə Azərbaycanda, indi biz Azərbaycan kontekstində danışaq da, dünyada da fərqli yerlərdə də bu problemlər ola bilər. Biz Azərbaycanlıyıq deyə Azərbaycan kontekstində danışırıq. Müasir dövrdə bu süni yaradılan ehtiyaclar, alternativlər o qədər çoxalıb ki, artıq insanlar həqiqətən nə edəcəyini bilmir. Özləri belə o bayaq dediyimiz çaşbaş qalır. Yəni qalıblar ortalıqda ki, mən nə edim? Və oxumayan, dünya görüşü olmayan insanlar isə bütün bunların fərqində deyil zaten. Ki, yəni o nə etməlidir? Yəni hardan bilsin adam dopamin nədir, serotonin nədir və yaxud da ki, prefrontal korteks nədir? Emosiya niyə görə vacibdir? Məntiq evliliyi niyə görə belə deyək də sonra uduzdurur insanı? Uşağın sabah xoşbəxtliyi üçün nələr lazımdır? Qadına hansı jestlər olunmalıdır? Təkamül nədir? Yəni bütün bunları bilməyən insan üçün məsələ çox sadədir. Adət-ənənə, mentalitet, kişinin deyək ki, bir qəlbə salınmış rolu, qadının qəlbə salınmış bir rolu və əgər kimsə bu roldan kənara çıxırsa, o əxlaqsızdır, namussuzdur, qeyrətsizdir və deyək ki, burada konfliktlər, fiziki şiddət, boşanma və bədbəxt olmuş insanlar 10 minlərlə və s. və ilax. Bunların da səbəbi müasir dünyadır. Siz kənddə yaşayan insanın depressiyaya düşmüşəm dediyini çox təsadüf hallarda eşidərsiniz. Daha çox şəhər insanı, bəli, meqapolda yaşayan insanlar, bəli. Bu depressiya, bu cür boşanmalar və s. bu şəhər insanının problemidir əslində. Biz təbiətdən qopmuş bir şəkildə yaşayırıq. Kim olduğumuzu unuduruq. Amma təbiətin içində yaşayan bir insanın ona kim olduğunu xatırlatmasına ehtiyacı yoxdur. O daimi olaraq gözünün qabağındadır. Təbiətin bir parçası olduğunu bilir. O bir məna axtarmır. Mənanın da bir parçası olduğunu bilir. Spinoza da bunu deyirdi. Panteizm çərçivəsində də ki, bu təbiəti görməlisən. Hər şey bir gözəllikdir. Hər şeydə bir tanrı var. Sən özün də bunun bir parçasısan. Düz. İnsan birinci özünü başa düşməlidir. Mən necə bir canlıyam? Mən substansiya anlayışı, bəli. Bəli. Bunları bilməlidir. Yoxsa şəhərdə yaşayıb, sürü psixologiyası ilə bu insanlar bunu elədi, mən də onu eləməliyəm. Onlar ora getdi, mən də, nə bilim, bunu mən də almalıyam. Bunları özünə ehtiyac edən bir insan özündə daimi olaraq bir yetərsizlik hiss eləyəcək və yetərsizlik də onu stresə salacaq. Özün başqalarına daimi olaraq müqayisə eləyəcək. Filan kəs boşandı, mən də boşanmalıyam. Filan kəs boşandı, həyatını yaşayır, mən də onu eləməliyəm. O bunu aldı, mən də almalıyam, bəli. Bu cür düşüncələr, yenə deyirəm, əgər ehtiyac varsa, təbii ki, yenə də insanların özləri biləcəklər, həm qərarı yenə də özləri verəcəklər. Amma biz sadəcə bir istiqamət, bir kiçik də olsa toxunuş eləyə bilərik ki, əslində boşanmaq son çarə olmalıdır. Başqa alternativlər, başqa seçimlər. Daim ümumən bir tələskənlik var. Söhbət sadəcə ailə institutundan, boşanmaqdan getmir. Ümumən insanlarda bu, məsələn, danışdığı qərarsızlıq, süni yaranan ehtiyaclar və s. daim insanlarda dediyinizə məsələn özünü yetərsiz eləyəcək.
yetə də bilmirlər. Yəni tələskənlik var, hər şey eləməyə çalışırlar və nəticədə ortada heç nə eləyə bilmir. Məsələn, ətrafda da çox görmüsüz yəqin. Telefona girirlər, məsələn belə fırladırlar da, ingiliscə ona scrolling deyirlər, aşağıya doğru da, bu videolar, reelsləri. Və bu formada belə qeyd edirlər. Məsələn, deyək ki, o çıxdı qarşısına bir 45 saniyəlik video, düzdürmü? İlk 5 saniyəsində baxıb keçir. Yəni 40 saniyəsi qaldı. Keçir bir başqa video, deyək o da 1 dəqiqəlik idi. Onun 2 saniyəsindən baxır, keçir o birisinə. Düzdür? Onun da 58 saniyəsi qaldı. Sonra keçir o birisinə. Belə və nəticədə adam 1 saat yarım da əyləşib bunu edir. Toplamda saat yarım itirib, amma bəlkə də o videoların heç birinə 1 dəqiqə tam sona qədər baxmayıb. Ola bilər. Yəni hər şeydən olub. Amma siz o adama desəz ki, gəl məsələn 1 saat yarım yox, 20 dəqiqə sabit bir şəkildə bu önəmli bir mövzudur. Buna bax, bunu dinlə. O səbri çatmayacaq ona. Deyəcək mən o qədər vaxtım yoxdur. Halbuki saat yarım bir heçə itirib, yəni o anda. Düzdür, bu beynimizdə dopamin dediyimiz həzz-cəza mexanizminin işi ilə əlaqəlidir. Və bu biraz əslində qarışıq, mürəkkəb mövzudur. Əslində insan xoşbəxtlik axtarır. Xoşbəxt olacağı bir yer tapır. Amma biz ona görə deyirik ki, baxsaq keçmişdə insanlar xoşbəxtlik axtarmırdılar. Çünki xoşbəxt idilər. Çünki əvvəllər insanlar bilirdilər, həzz ala biləcəkləri şeylərimiz limitli idi. Biz həzzlərə fokuslu yaşamırdıq. Biz ətrafımızda, əlimizdə sahib olduqlarımıza fokuslanıb, şükür etməyi bacararaq yaşayırdıq. Əlimizdə olan mənəvi şeylərin dəyərini heç olmasa bilirdik. Sahib olduqlarımızın fərqində idi. Amma indi dediyim kimi həzzlər o qədər artıb ki, insanlar bir həzzi əldə etdikdən sonra başqa həzzə sürətli şəkildə yönəlirlər. Bunun da səbəbi odur. İnsanlar daim olaraq telefonda və yaxud da küçədə, kimlənsə başqa ünsiyyətlərdən və s. hamısından həzz axtarır. Və insan əgər həyatını idarə etmək istəyirsə, həzzinin nə olduğunu başa düşüb onu kontrol etməlidir. Təşəkkür edirəm Fərid bəy. Mən təşəkkür edirəm. Mən sizinlə bir maraqlı mövzu da var. Onu da müzakirə etmək istəyərdim. Gələn rubrikalarımızda fərqli bir mövzuda sizinlə yenidən görüşəcəyik. İnşallah təşəkkür edirəm dəvətinizə görə. Uğurlar arzulayıram. Bundan və bundan sonraki nailiyyətlərinizi inşallah izləyəcəm. Çox sağ olun, var olun. Bugünlük bu qədər.